Dondurma dadından maqnoliya hazırladım. Keçək hazırlanma qaydasına. Qaba 5 stəkan süt, 5 xörək qaşığı şəkər tozu, 1 ədəd yumurta, 4 xörək qaşığı un, 1 paket vanilya əlavə edib çırpma teli ilə yaxşıca qarışdırırıq ki, düyün qalmasın. Daha sonra qazın üzərində 15 dəqiqə qaynayana qədər qarışdırırıq. Qaynadıqdan sonra qaymaq əlavə edib yaxşıca qarışdırırıq. Hazırladığımız krem bu qatılıqda olmalıdır. Soyulması üçün kənarda gözlədib üzərini örtürük. Krem soyuyana qədər meyvələri hazırlayırıq. Çiyələk və balonları bu qalınlıqda doğrayırıq. Daha sonra peçenyeləri toz halına gətiririk. Maqnoliyaları yığmaq üçün bizə şəffaf stəkan və ya qab lazım olacaq. Stəkana çiyələkləri gördüyünüz formada yığırıq. Daha sonra üzərinə peçenyeləri əlavə edirik. Peçenyanın üzərinə hazırladığımız kremi yığıb üzərinə banan düzürük. Bunu 2 dəfə təkrar edirik. Maqnoliyanın üzərini bəzəmək üçün çiyələkdən istifadə etdim. Düşünürəm ki, yay aylarında hər kəsin dadını çox bəyənəcəyi bir desertdir. Hazırlayacaq olan hər kəsə nuş olsun.